qəlbində narahatçılıq varsa, mütləq problemə düşəcəksən, mütləq. Qəlbindən, o ki, qala hələ bəddua eləyə, qarğış eləyə. Ata-analardan da xahiş eləyərdim ki, qarğış eləməsinlər, xüsusən atalar. Analar emosional olur, bəzən dildə deyir ki, tikə-tikə olasan, sağ gəlməyəsən, neynəməyəsən deyir, amma soruşsan ki, doğrudan tikə-tikə olsun, deyər yox. Elə həmin məqamda da deyər yox, amma deyir də indi qadındır. Amma kişi xüsusilə, ata-ana, ata xüsusilə diqqətli olmalıdır bu məsələdə. Bir-iki dənə bu elə alimlərin həyatındandır. Bir alim var Mövləvi adında. Bir adam gəldi yanına, dedi ki, mənim qoca yaşımda artıq yaşlaşıram, övladım olmayıb. Deyir, getdim övlad olmaq üçün dua aldım. Bilməm, o alimin adını unutmuşam. Ondan soruşdum, deyir, mənə dedi, nə qədər deyirəm, xeyri yoxdur. Deyir, əvvəl buna təsəlli verdi, dedi ki, o tərəfdə inşallah əvəzini verərlər, filan. Deyir, bu gedəndən sonra dedi ki, atasının bədduasıdır, atasını narahat edib, deyib, Allah nəsli kəssin, kökün kəsilsin, deyib. Öz atası o övlad üçün, kökün kəsilsin, deyib, vəssalam, deyir, heç kəsin zikri kömək eləməyəcək. Peyğəmbər də deyə, zikr öyrədə, zikirlə düzəlməyəcək, xeyli yoxdur. Hacı İsmail Dulabi var, deyir, gördüm ki, bir nəfər var, çox zəngindir, bazarda qıtlıq olsun, dollar qalxsın, düşsün, bunun elə ruzusu artır ki, azalmır. Deyir, mən maraqlandım, görüm, bu nə əməl sahibidir də, ruzunun da bir səbəbi var. Deyir, danışdırdım onu, baxırdım da ki, belə də çox müstəhəb filan əhlidə deyil bu adam. Vacib namazını qılaya, qılmaya.